Hörmətli izləyicilər, Balakən rayonundan bizə bir informasiya daxil olub. Əvvəl də bu haqda kanalımızda ara-sıra reportajlar gedirdi. Gördüyünüz bu ev Balakən rayonunun Tala kəndi ərazisində Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə tikilən 2 mərtəbəli evdir və bu evin torpağının heç bir rəsmi sənədi razılığı yoxdur. Yəni meşənin qırağında tikilib və qeyri-qanuni formada tikilib və bu günə kimi də evin sahibinə hər hansı bir sənəd verilməyib. Sadəcə bələdiyyə, keçmiş bələdiyyə İtitala Bələdiyyəsinin sədri Elşad Balayev və onun müavini Umuxanov İsrafil Mehralıoğlu'nun qeyri-qanuni başqa sərvətlərini aşaraq atdığı addımlar nəticəsində bu evi burada tikiblər. Ancaq bu günə kimi də üstündən həmin tikintidən 8 il keçməsinə baxmayaraq hər hansı sənəd ala bilmir. Meşə Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu verənlərə susmaqda davam edirlər. Növbəti sizə göstərəcəyimiz həmin ərazi, yəni göstərdiyimiz həmin məsələ başqa bir məsələdir. Balakən torpaqlarında, ad çəkən İtitala torpaqlarında əhalinin örüş sahələrində balıq gölü var. 13 hektar ərazini qeyri-qanuni şəkildə zəbt ediblər və orada İsrafil Umuxanovun bələdiyyə sədri müavini göl inşa edib özü üçün balıq saxlayır. Yəni əvvəlki çəkiliş zamanı iddiaçı, yəni bizə bu şikayəti göndərən şəxs qeyd edir ki, həmən gölü qurutmuşdular və sonradan onu yenə də su ilə doldurublar. Əvvəlki çəkiş zamanında yəni orada heç nə olmayıb, su olmayıb. Yəni sanki gözdən pərdə asmağa çalışırlar ki, burada hər hansı bir göl yoxdur. Həmin şəxsin əlində heç bir sənəd yoxdur, həmin ərazini istifadə edir qeyri-qanuni şəkildə. Deməli, söhbət də yayırlar ki, güya ki, bütün sənədlər qaydasındadır, hansı ki, bu ərazilər kəndin örüş sahəsidir və həmin əraziləri qazaraq özləri üçün balıq gölü düzəldiblər deyə şikayətçi bildirir və bu işdə əlbəttə ki, bələdiyyə sədrinin müavini İsrafil Umuxanovun adı hallanır. Zamanında şikayətçi qeyd edir ki, bütün əlaqədar qurumlara bu məsələlərlə bağlı dəfələrlə müraciət olunsa da heç bir tədbir görülməyib. Və növbəti çəkiliş zamanı şikayətçi bildirir ki, əlavə faktları, əlavə qeyri-qanuni deməli olaylar haqqında kanalımızı məlumatlandıracaq. Biz belə fikirləşirik, belə görürük ki, şikayətçinin əlində həqiqətən kifayət qədər detallı faktlar var. Balakən rayonunda dövlət qurumlarında hansı özbaşınalıqlar var, bununla bağlı və nə cür baş verir, onları diqqətimizə çatdırmağı hədəfləyib. Və xüsusilə bu işdə şikayətçi qeyd edir ki, Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirovun böyük fəaliyyəti var. O adam şəxsən özü bu işlərə rəhbərlik edir. Yəni şəxslərə belə deyək ki, yaşıl işıq yandırır, baş verən qanunsuzluqların qarşısını almağa da müəyyən dövlət qurumlarına belə desək maneçilik törədir və tədbir görməyə qoymur. Yəni başçının birinci müavinindən gedir söhbət. Eləcə də İtitala Bələdiyyəsinin keçmiş sədri Elşad Balayevin adı hallanır bu proseslərdə və onun müavini Umuxanov İsrafil Mehralıoğlu'nun adı hallanır. Xahiş edirik ki, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Növbəti çəkilişlərimizdə biz sizə çalışacağıq ki, həmən adı çəkilən problemləri daha şəffaf şəkildə diqqətinizə çatdıraq. Burada səslənən fikirlərə görə kanalımız və kanal rəhbərliyi hər hansı bir məsuliyyət daşımır və bütün tərəflərin, bütün adı çəkilən şəxslərin mövqeyini biz burada dinləməyə, onları da dərc etməyə, səsləndirməyə də hazırıq. Buyursunlar, adı çəkilən şəxslər əlavə bütün maraqlı tərəflər öz fikirlərini kanalımıza bildirsinlər. Onların da fikrini biz məmnuniyyətlə dərc etməyə, işıqlandırmağa hazırıq. Yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Ardı var, növbəti informasiyaları tezliklə sizlərlə bölüşəcəyik. Hələ ki bu qədər, sağ olun, sağlıqla qalın.